18 Mart'ta ilk öncə bütün Azərbaycanın xanımlarını, bütün dünya xanımlarını ürəkdən təbrik edirik. Biz həmişə sevindirmək istəmişik və sevindiririk də, hər kəsi sevindirəcəyik də, demişik. Hər zaman hələ qabaqdan bayramlar gəlir, güclü konsertlərimiz olacaq. Bugünkü konsertimiz də tanınmış estrada müğənniləri hamısı axşama kimi hələ gələcəklər də, hələ davam edəcək. Biz kostyum olaraq bütün hər kəsə bugün, bütün xanımlara pulsuz kabablar təqdim eləmişik, gəlib götürüblər də və bütün uşaqlara pulsuz kabab paylamışıq, güllər, hədiyyələr paylamışıq. Bunu həqiqətən də ürəkdən eləyirik. Bildiyimiz kimi bütün rayonları gəzirik, Muzqar kəndləri gəzirik. Bu şəxsən mənim ürəyimdən gələn bir şeydir. Qarşıdan Novruz bayramı gəlir bildiyimiz kimi. 18'i, 19'u, 20'si, 21'i 4 gün canlı konsert Koçtürüm'de inşallah olacak. Tanınmış müğənniler hamısı burada olacak. Səidə Dadaşova, Ofelia xanım, Canana xanım, Singiz Əhmədov, Məvva Şərifova, Nəfəs xanım, Orxan Lökbatanlı hamısı da inşallah Allah'ın köməyi ilə Novruz bayramında burada olacaqlar. Hər kəs dəvətlidir. Yolumuzu gələrsin. Böyük konsertimiz olacaq, ateşfəşanlığımız olacaq. 20 Mart baharın gəlişi ilə bağlı axşam saat 11'də böyük ateşfəşanlığımız olacaq. Kostyumun uğurları hələ çox olacaq, çox. Hələ gələcək çox şeylər görsədir. Çox işlərimiz vardı bizim. Təşəkkürlər gəldiyinizə görə. Hər kəs salamlayıram. Bugün mən gözəl bir məkandayam. Koçdürüm, adını eşitmişdim, ancaq məkanda olmamışdım. Bildiyimə görə dürümləri çox dadlıdır. Birazdan mən də dadacağım onun dadını və qiyməti də münasibdir. Bugün 8 Mart qadınlar üçün xüsusi olaraq bu bayramı təşkil edib. Hər kəsin ürəyini açır, sevindirir.